Rusiyanın strateji obyekti vuruldu. Demək olar ki, hava limanları yanacaqsız qalıb. Gündəm xəbərin efirində 24 may tarixidir və Rusiya mediasına istinadən bir məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, Ukrayna Təhlükəsizlik Xidmətinin dronları Rusiyanın Vladimir vilayətində yerləşən və Moskva regionunu yanacaqla təmin edən neft ötürmə stansiyasına zərbə endirib və bu barədə demək olar ki, Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən verilən tapşırıqlar çərçivəsində məhz Alfa Xüsusi Əməliyyatlar Mərkəzinin əməkdaşları Rusiyanın Vladimir vilayətində yerləşən Vtrovo xətt istehsalat dispetçer stansiyasını vurub və məlumatda bildirilir ki, stansiya magistral neft məhsulları kəmərləri sistemində mühüm qovşaqlardan biri hesab olunur və əsasən dizel yanacağını Rusiyanın mərkəzi hissəsindəki neft emalı zavodundan ixrac limanlarına və daxili istehlakçılara nəql edilirmiş. Həmçinin də məlumatda qeyd olunur ki, obyekt Moskva ətrafında iri neft bazalarına, eləcə də bir sıra hava limanlarını yanacaqla da təmin edilirmiş. Qeyd eləyək ki, Ukrayna Təhlükəsizlik Xidməti dronların uğurlu hücumu nəticəsində obyektdə 800 kvadrat metr ərazini əhatə edən geniş miqyaslı yanğın baş verdiyini bildirirlər ki, və qurum artıq yeni xüsusi əməliyyatlara hazır olduğunu da gizlətmir, etiraf edir. Xatırladaq ki, ötən gecə və bugün səhər saatlarında Ukrayna Müdafiə Qüvvələri Rusiyaya məxsus bir sıra mühüm obyektlərə də zərbələr endirib və demək olar ki, neft terminallarının, təminat anbarlarının və Rusiya qüvvələrinə aid gəmilərin də vurulduğu bildirilir.